Oğlaq bürcü 5 fevral 2026 Oğlaq bürcünün günlük proqnozu. Bugün oğlaqlar üçün daha yavaş və düşünülmüş addımlar atmaq ön plana çıxır. Gün ərzində bəzi hadisələr səni dayanıb düşünməyə vadar edə bilər və bu əslində sənin üçün faydalı olacaq. Tələsmək əvəzinə hər şeyi müşahidə edərək irəliləmək günün axarını daha rahat edəcək. Daxili hisslərin səni doğru istiqamətə yönləndirməyə çalışacaq, buna görə də özünü dinləmək önəmli olacaq. İnsanlarla münasibətlərdə sakit və yumşaq davranış fayda verəcək. Kiçik anlaşılmazlıqlar yarana bilər, amma bunlar böyümədən həll oluna bilər. Açıq danışmaq, qarşı tərəfi diqqətlə dinləmək münasibətlərdə gərginliyin azalmasına kömək edəcək. Xüsusilə yaxın çevrədən gələn anlayış və səmimiyyət gün ərzində səni ruhən rahatladacaq. Bugün öz düşüncələrinə vaxt ayırmaq və son günlərdə baş verənləri dəyərləndirmək üçün uyğundur. Səni yoran mövzulara fərqli baxmaq və artıq fayda verməyən məsələləri arxada qoymaq istəyi yarana bilər. Hər şeyi birdən-birə dəyişməyə çalışmaq, tədricən atılan addımlar sənə daha çox rahatlıq gətirəcək. Günün sonuna doğru daxili tarazlığın artdığını hiss edə bilərsən. Öz tempini qorumaq, özünə qarşı anlayışlı olmaq və kiçik şeylərdən zövq almaq günün enerjisini daha müsbət edəcək. Sakitlik və sabitlik bugün sənin ən böyük dəstəyindir. Bugünün mesajı, özünə güvən, tələsmə və hər şeyin zamanla öz yerini tapmasına icazə ver. Dolça bürcü 5 fevral 2026 Dolça bürcünün günlük proqnozu. Bugün dolçalar üçün düşüncələrin biraz dağınıq, amma eyni zamanda maraqlı ola biləcəyi bir gündür. Gün ərzində fərqli ideyalar ağlına gələ bilər və bunların bəzisi səni yeni istiqamətlər barədə düşünməyə vadar edəcək. Hər şeyi dərhal həyata keçirmək məcburiyyətində deyilsən, əvvəlcə müşahidə etmək və hiss etdiklərini anlamaq daha yerində olacaq. İnsanlarla münasibətlərdə səmimiyyət ön plana çıxır. Gözlənilməz söhbətlər və ani qarşılaşmalar günün axarını dəyişə bilər. Fikirlərini açıq şəkildə bölüşmək rahatlıq gətirsə də, qarşı tərəfin baxış bucağını da nəzərə almaq faydalı olacaq. Dostlarla edilən sadə bir söhbət belə əhvalını yüksəldə bilər. Bugün öz daxili dünyana biraz daha diqqət yetirmək istəyə bilərsən. Son zamanlar səni düşündürən mövzulara başqa tərəfdən baxmaq, bəzi suallara cavab tapmağa kömək edəcək. Hər şeyi nəzarətdə saxlamağa çalışmaqdansa, axına güvənmək səni daha rahat hiss etdirəcək. Günün ümumi enerjisi dəyişkən, amma yorucu deyil. Özünü sıxmadan istədiyin tempdə irəliləmək və kiçik şeylərdən zövq almaq günün sonunda sənə daxili rahatlıq verəcək. Bugünün mesajı, fərqli düşünməkdən çəkinmən, amma özünü də yorma, cavablar səni doğru anda tapacaq. Balıq bürcü 5 fevral 2026 Balıq bürcünün günlük proqnozu. Bugün balıqlar üçün duyğular daha dərin və axıcı ola bilər. Gün ərzində ətrafında baş verən hadisələr səni daha həssas edən bəzi mövzular üzərində uzun-uzadı düşünməyinə səbəb ola bilər. Hər hissini izah etməyə çalışmaq, bəzən sadəcə onları qəbul etmək kifayətdir. Sakit qalmaq və özünü sıxmamaq günün daha rahat keçməsinə kömək edəcək. İnsanlarla münasibətlərdə anlayışlı və yumşaq yanaşman ön plana çıxır. Qarşı tərəfin dedikləri səni düşündürə bilər, amma hər sözü üzərinə götürməmək yaxşı olar. Səmimi bir söhbət gözləmədiyin anda ürəyini isidə bilər. Eyni zamanda öz sərhədlərini qorumağı da unutmaq, hər kəsin yükünü daşımaq sənin məsuliyyətin deyil. Bugün özünlə tək qalmaq, düşüncələrini toplamaq və daxili dünyanı dinləmək istəyi arta bilər. Keçmişlə bağlı xatirələr yada düşə bilər, amma bu dəfə onları daha sakit və anlayışla qarşılaya bilərsən. Özünü günahlandırmaq əvəzinə yaşananlardan dərs çıxarmaq sənə yüngüllük verəcək. Günün axarı ümumilikdə sakitdir, amma hiss baxımından zəngin ola bilər. Özünü yormadan ürəyindən gələn kiçik istəklərə vaxt ayırmaq sənə yaxşı təsir edəcək. Axşam saatlarında daxili rahatlıq hissi artacaq. Bugünün mesajı, özünü axına burax, hər hissin keçici olduğunu unutma və ürəyinə biraz yumşaqlıqla yanaş. Qoç bürcü 5 fevral 2026 Qoç bürcünün günlük proqnozu.
Bugün qoçlar üçün hərəkət istəyi yüksək olsa da, bir qədər yavaşlamaq daha faydalı ola bilər. Gün ərzində qarşına çıxan hadisələr səni dərhal reaksiya verməyə sövq etsə də, əvvəlcə dayanıb düşünmək daha doğru nəticə verəcək. Enerjin yerindədir, sadəcə onu doğru yerə yönəltmək vacibdir. İnsanlarla münasibətlərdə açıq və səmimi davranış ön plana çıxır. Düşündüklərini demək istəyin arta bilər, amma sözlərini biraz yumşaltmaq faydalı olacaq. Kiçik fikir ayrılıqları yaransa da, bunlar böyümədən həll oluna bilər. Qarşı tərəfi dinləmək və tələsmədən cavab vermək ünsiyyəti daha rahat edəcək. Bugün özünə dair bəzi mövzular üzərində düşünmək istəyə bilərsən. Son zamanlar verdiyin qərarları gözdən keçirmək və nəyin sənə yaxşı gəlib gəlmədiyini anlamaq üçün uyğun zamandır. Hər şeyi dərhal dəyişmək məcburiyyətində deyilsən, bəzən bir addım geri çəkilmək daha aydın baxmağa kömək edir. Günün sonuna doğru gərginlik azalacaq və özünü daha rahat hiss edəcəksən. Enerjini səni sevindirən işlərə yönəltmək əhvalını yüksəldə bilər. Öz tempini tapdıqda hər şey daha axıcı olacaq. Bugünün mesajı: tələsmə, gücünü düzgün yönəlt və doğru anın özünü göstərməsinə imkan ver. Boğa bürcü. 5 fevral 2026 Boğa bürcünün günlük proqnozu. Bugün boğalar üçün rahatlıq və sabitlik axtarışı daha güclü hiss oluna bilər. Gün ərzində tanış axarın pozulması səni biraz narahat etsə də, baş verənlərə sakit yanaşmaq faydalı olacaq. Hər şeyi nəzarətdə saxlamaq istəyi arta bilər, amma bəzi mövzularda buraxmaq sənə daha çox rahatlıq gətirəcək. İnsanlarla münasibətlərdə səbirli davranış ön plana çıxır. Qarşı tərəfin sözləri və davranışları səni düşündürə bilər, amma dərhal nəticə çıxarmağa tələsmə. Sakit və açıq ünsiyyət bir çox anlaşılmazlığı aradan qaldıra bilər. Yaxın bir insanla edilən səmimi söhbət özünü daha güvənli hiss etməyinə kömək edəcək. Bugün öz ehtiyaclarına diqqət yetirmək və daxili səsini dinləmək üçün uyğundur. Səni yoran mövzular barədə düşünmək, amma özünü sıxmamaq vacibdir. Kiçik dəyişikliklərə açıq olmaq gözləmədiyin rahatlıq hissi yarada bilər. Hər şeyin eyni qalmasına ehtiyac yoxdur. Günün axarı ümumilikdə sakitdir və səni tələsdirmir. Öz tempində irəliləmək, bəyəndiyin işlərlə məşğul olmaq və özünə zaman ayırmaq günün enerjisini daha yumşaq edəcək. Bugünün mesajı: sakitliyini qorumağa çalış, hər şeyə nəzarət etmək məcburiyyətində deyilsən. Əkizlər bürcü. 5 fevral 2026 Əkizlər bürcünün günlük proqnozu. Bugün əkizlər üçün fikir və hisslər biraz qarışıq ola bilər. Gün ərzində bir tərəfdən yeni ideyalar sənin diqqətini çəkə bilər, digər tərəfdən isə kiçik detalların üzərinə düşmək istəyi yarana bilər. Hər şeyi eyni anda yoluna qoymağa çalışmaq əvəzinə diqqətini bir mövzuya yönəltmək daha faydalı olacaq. İnsanlarla münasibətlərdə ünsiyyət əsas rol oynayır. Söhbətlərdə fikir ayrılıqları olsa da, yumşaq və açıq yanaşmaq vəziyyəti asanlaşdıracaq. Qarşı tərəfi dinləmək və öz sözlərini düşünərək demək əlaqələrdə balans yaratmağa kömək edəcək. Xüsusilə yaxın çevrəndən gələn dəstək və maraq səni ruhən qaldıra bilər. Bugün həmçinin öz düşüncələrini və planlarını gözdən keçirmək üçün əlverişlidir. Keçmişdə səni narahat edən mövzulara fərqli tərəfdən baxmaq, onları daha sakit qəbul etməyə kömək edə bilər. Hər şeyi dərhal dəyişdirməyə çalışmaq əvəzinə tədricən addımlar atmaq daha rahat bir axar yaradacaq. Günün sonunda daxili balansın artacaq və özünü biraz daha yüngül hiss edə bilərsən. Öz tempini qorumaq, kiçik zövqlərdən həzz almaq günün enerjisini yumşaldacaq. Bugünün mesajı: fikirlərini tədricən yönəlt, tələsmə və axını izləməkdən qorxma. Xərçəng bürcü. 5 fevral 2026 Xərçəng bürcünün günlük proqnozu. Bugün xərçənglər üçün duyğular daha diqqətli və dərin hiss edilə bilər. Ətrafında baş verən kiçik hadisələr belə sənə təsir edə bilər, amma bunları dərhal böyütməmək faydalı olacaq. Sakit qalmaq və vəziyyətləri olduğu kimi qəbul etmək günün axarını daha rahat edəcək. İnsanlarla ünsiyyətdə anlayış və empati ön plana çıxır. Kiçik fikir ayrılıqları yarana bilər, amma sakit danışıq və diqqətli dinləmək hər şeyi yoluna qoymağa kömək edəcək.
Yaxın çevrədən gələn səmimiyyət və dəstək xüsusilə ruhunu qaldıracaq. Bugün öz daxili dünyana diqqət yetirmək üçün əlverişlidir. Keçmişdə səni düşündürən mövzular üzərində sakitcə düşünmək, onlara fərqli baxmaq üçün yaxşı fürsət olacaq. Hər şeyi birdən dəyişdirməyə çalışmaq əvəzinə addım-addım irəliləmək daha rahat hiss etdirəcək. Günün sonunda daxili sakitlik və tarazlıq hissi artacaq. Özünü yormadan, sadə zövqlərdən həzz almaq günün enerjisini yumşaldacaq. Bugünün mesajı, duyğularına qulaq as, sakit ol və hər şeyi öz axarına burax. Şir bürcü 5 fevral 2026 Şir bürcünün günlük proqnozu. Bugün şirlər üçün diqqət mərkəzində olmaq və özünü ifadə etmək istəyi güclüdür. Enerjin yüksəkdir, yeni layihələrə başlamaq və ya planlar qurmaq üçün əlverişli bir gün olsa da tələsməmək faydalı olacaq. Hər addımı düşünərək atmaq, ani qərarlardan çəkinmək günün axarını daha balanslı edəcək. İnsanlarla ünsiyyətdə açıq və səmimi davranış ön plana çıxır. Fikir ayrılıqları yarana bilər, amma sakit danışıq və qarşı tərəfi dinləmək münasibətlərin hamar keçməsinə kömək edəcək. Dostlardan və yaxın çevrədən gələn dəstək səni ruhən qaldıracaq və özünü daha güvənli hiss etməyə səbəb olacaq. Xüsusilə kiçik söhbətlər və gözlənilməz jestlər günün enerjisini yumşaldacaq. Bugün həmçinin öz məqsədlərinə diqqət yetirmək üçün əlverişlidir. Keçmişdə baş verənləri gözdən keçirmək, nələri dəyişmək lazım olduğunu anlamaq və gələcək üçün addımlarını planlamaq sənə aydınlıq verəcək. Hər şeyi birdən həll etməyə çalışmaq əvəzinə addım-addım irəliləmək və prosesə güvənmək daha rahat hiss etdirəcək. Günün sonunda enerjin nisbətən balanslaşacaq və özünü daha sakit və yüngül hiss edəcəksən. Kiçik zövqlərdən həzz almaq, sevdiyin insanlarla sadə anlar paylaşmaq günün axarını müsbət edəcək. Özünü təzyiq altında hiss etməmək və daxili ritmini qorumaq vacibdir. Bugünün mesajı, enerjini diqqətlə yönəlt, tələsmə və parlaqlığını göstərməkdən çəkinmə, içindəki işıq sənin yolunu aydınladacaq. Qız bürcü 5 fevral 2026 Qız bürcünün günlük proqnozu. Bugün qızlar üçün diqqət və qayğı göstərmək hissi ön plana çıxır. Gün ərzində qarşılaşdığın vəziyyətlər səni daha diqqətli və ayıq olmağa sövq edə bilər. Kiçik detallar önəmli görünə bilər, amma onları böyütməmək və sakit yanaşmaq sənə daha çox rahatlıq verəcək. İnsanlarla ünsiyyətdə anlayış və yumşaqlıq faydalı olacaq. Kiçik fikir ayrılıqları yarana bilər, amma sakit və açıq danışıqla hər şeyi yoluna qoymaq mümkündür. Qarşı tərəfi diqqətlə dinləmək və özünü tələsmədən ifadə etmək münasibətləri yumşaldacaq. Yaxın çevrədən gələn səmimiyyət və dəstək günün enerjisini müsbət edəcək. Bugün həmçinin öz düşüncələrini və gündəlik işlərini gözdən keçirmək üçün əlverişlidir. Keçmişdə səni yoran mövzuları sakitcə qiymətləndirmək və artıq lazım olmayanları buraxmaq daxili rahatlıq verəcək. Hər şeyi birdən dəyişdirməyə çalışmaq əvəzinə addım-addım irəliləmək daha təsirli olacaq. Günün axarı ümumilikdə sakit və balanslıdır. Özünü yormadan, kiçik zövqlərdən həzz almaq və tempini qorumaq günün enerjisini yumşaldacaq. Bugünün mesajı, diqqətini doğru yönəlt, tələsmə və hər şeyi yerinə yetirməkdə özünü sərf qiymətləndirmə. Tərəzi bürcü 5 fevral 2026 Tərəzi bürcünün günlük proqnozu. Bugün tərəzilər üçün ünsiyyət və balans ön plandadır. Qarşına çıxan hadisələr səni insanlarla münasibətlərdə daha diqqətli və anlayışlı olmağa sövq edə bilər. Kiçik fikir ayrılıqları olsa da sakit danışıq və qarşı tərəfi dinləmək münasibətləri yumşaldacaq. Səmimi ünsiyyət günün enerjisini daha rahat edəcək. Gün ərzində bir tərəfdən fərqli fikirlər ağlına gələ bilər, digər tərəfdən isə hansı qərarın daha doğru olduğunu düşünmək ehtiyacı yarana bilər. Hər şeyi dərhal yoluna qoymağa çalışmaq əvəzinə addım-addım irəliləmək daha faydalı olacaq. İçindən gələn hisslər sənə doğru istiqaməti göstərməyə çalışacaq, onları dinləmək faydalı olacaq. Bugün həmçinin öz daxili dünyana və son günlərdə yaşanan vəziyyətlərə diqqət yetirmək üçün əlverişlidir. Keçmişdə səni narahat edən mövzuları sakitcə qiymətləndirmək və artıq fayda verməyənləri buraxmaq günün axarını yüngülləşdirəcək.
Günün sonunda özünü daha rahat və balanslı hiss edə bilərsən. Öz tempini qorumaq, kiçik anlardan həzz almaq və stressi çox yığmamaq günün enerjisini yumşaldacaq. Bugünün mesajı: sakit ol, insanlarla anlaşmağa çalış və hər şeyi addım-addım yoluna qoymağa imkan ver. Əqrəb bürcü 5 fevral 2026 Əqrəb bürcünün günlük proqnozu. Bugün əqrəblər üçün hisslər daha güclü və dərin ola bilər. Qarşına çıxan vəziyyətlər səni düşündürə və bəzən emosional olaraq təsirləndirə bilər. Sakit qalmaq və hər şeyi dərhal dəyişdirməyə çalışmamaq günün axarını asanlaşdıracaq. İçindən gələn hisslər sənə nəyə yönə çəkməli olduğunu göstərməyə çalışacaq, onları dinləmək faydalı olacaq. İnsanlarla ünsiyyətdə anlayış və diqqətli yanaşma ön plandadır. Kiçik anlaşılmazlıqlar yarana bilər, amma sakit danışıq və qarşı tərəfi diqqətlə dinləmək münasibətləri yumşaldacaq. Yaxın çevrədən gələn səmimiyyət və dəstək xüsusilə ruhunu qaldıracaq və özünü daha güvənli hiss etməyə səbəb olacaq. Bugün həmçinin öz daxili düşüncələrinə diqqət yetirmək üçün uyğundur. Keçmişdə səni narahat edən mövzular üzərində sakitcə düşünmək və onları buraxmaq daxili rahatlıq verəcək. Hər şeyi birdən həll etməyə çalışmaq əvəzinə addım-addım irəliləmək daha təsirli olacaq. Günün sonunda daxili sakitlik artacaq və özünü biraz daha yüngül hiss edəcəksən. Sadə şeylərdən zövq almaq və özünü çox yormamaq günün enerjisini müsbət edəcək. Bugünün mesajı: hisslərinə qulaq as, sakit ol və hər şeyi öz axarına buraxmağa icazə ver. Oxatan bürcü 5 fevral 2026 Oxatan bürcünün günlük proqnozu. Bugün oxatanlar üçün hərəkət etmək və yeni şeylər kəşf etmək istəyi güclü ola bilər. Gün ərzində qarşına çıxan vəziyyətlər səni aktiv olmağa və seçimlərini daha diqqətlə etməyə sövq edəcək. Tələsmədən addım-addım irəliləmək günün axarını daha rahat edəcək. İnsanlarla ünsiyyətdə açıq və səmimi olmaq faydalıdır. Söhbətlərdə fikir ayrılıqları yarana bilər, amma səbr və anlayışla hər şeyi yoluna qoymaq mümkündür. Dostlardan və yaxın çevrədən gələn maraq və dəstək sənə ruhən güc verəcək və özünü daha əmin hiss etməyə səbəb olacaq. Bugün həmçinin daxili düşüncələrinə diqqət yetirmək üçün əlverişlidir. Keçmişdə baş verənləri gözdən keçirmək və nələri buraxmalı olduğunu anlamaq sənə yüngüllük verəcək. Hər şeyi dərhal həll etməyə çalışmaq əvəzinə prosesə güvənmək daha səmərəli olacaq. Günün sonunda enerjin nisbətən balanslaşacaq və özünü daha rahat hiss edə biləcəksən. Kiçik zövqlərdən həzz almaq və özünü sıxmamaq günün axarını müsbət edəcək. Bugünün mesajı: addımlarını düşünərək at, tələsmə və macəralarına sakitcə hazırlaş.